Vlog çəkməyə heç vaxt öyrəşməmişəm, amma salam hamıya, salam dostlar, mən tapdıq. Deməli bu günləri dedim ki günlük vlog çəkəm. Oyun oynamaq falan vaxtı yoxdur, onsuz işdə düzdə yolda oluram. Ona görə də yolda yol videoları falan paylaşım, keç qaldım. Deməli gəlmişdim Xırdalana, mən bu yaxınlarda toyum olmuşdu. Çox sağ olun, təbrik edənlər. Flash kartım qalmışdı burada Muskantda, Xırdalanda. Xırdalanda qalır Muskant. Gəl hamıya yol verək, xeyirxah insan olduğumuz üçün. Gəldim flash kartı götürdüm. İndi isə bir-iki dənə kargom gəlib. Kargodakı biləcərdən gedib götürəcəm. Maraqlı bir qutu açılışdı eləyərik evə çatanda. Çox maraqlı paltarlar falan almışam özüm üçün. Bəylik paltarlar almışam da evdə giyməyə. Belə yolda gördüyünüz kimi Xırdalanın yolları belə şey mi olar? Üst tutmaq olmur. Gəl soxaya başlayın. Xırdalanın provkasından çıxmışıq Əssodu. Üzü Biləcəri tərəfə istiqamətdəyik. Saat 2'ye işləyir, onca normal olaraq provka yoxdur. Ən zəhləm gedən yerdir ama bir. Hər tərəfi zəhləm gedir. Yəni bu yolda axşam maşın sürmədən. Çünki dəhşət çox provka olur. Özü məktəblər də başlayıb, bugün sentyabrın ayın 15-idir. Bugün bilirəm ki, dəhşət çox provka olacaq. Yəni mən yenə deyirəm, saat 2'ye işləyir deyəndə provka yoxdur. Axşam tərəfi mən yəni maşına aparam, salım qaraja, qapanım evədə, yəni məzuniyyətdəyəm bu arada, ona görə evə qapanıram, iş başlayanda şey olacaq, çöllərdə olacaq evdə. Bu arada məktəblər də başlayır demişkən, hamıya uğurlar arzulayıram, universitet tələbələrinə, məktəbə yeni başlayanlara, hamısına, amma məncə heç kim təkcə məktəblə kifayətlənməsin. Yəni əlinizdə, hamının əlində bu dəqiqə elə bir dövrdür ki, yəni tam internetdən istifadə edir. Hər kəsin şeyi var da, bir internetə bir erişimi var. Yəni hamı istifadə edə bilir, hər şey açıqlandır. Yəni öyrənmək üçün bu dəqiqə elə bir zamandır ki, hər şeyi, istədiyiniz hər şeyi çox rahatlıqla öyrənə bilərsiniz də. Ona görə də məncə təkcə məktəbdə nəyisə öyrənməklə kifayətlənməyin. Çünki sırf məktəbdə nəyisə öyrənmək çox şey qatır insana, amma necə deyim, çox şey deməyim, 50% qatır. 50%-dəki sən özü eləməlisən deyərdim. Keç. Yox, keç abi, keç. Qaqaş deyir. Qaqaşa deyirəm, keç, qaqaş mənə deyir, keç. Peşxodda deyalım, müəyyən olmuyor. Azərbaycandakı şey, nə deyirlər o? Yol vermə mədəniyyəti. Biz başqa ölkələrdə maşın yol verir, biz də qaqaş mənə ki, keç. Belə, ona görə də çalışın, çox araşdırın, çox şey öyrənin. Gəldik, çatdıq. Gəldik, çatdıq, əmma ki buralarda bir yerdə olmalıdır. Amma neydi? Buralarda kent tərəfdə olmalıdır. 10 metre qavalda, 15-20 metre qavalda. Bütün ölkəyə yol verdi bu oyun. Ben buna yol vermək istəmirəm, yoruldum. Ha, bax buradır deyəsən. Bax buradadır, indi gəl burada nə tap? Kargo tap. Keçsən dostum, sən keç. Maşını burada saxladım. Hələlik. Düz belə pis yerdə saxladım. Çünki qabağımdakı maşını pis saxlayıb. Arkadakı maşını normal saxlayıb. Başqa parking yeri yox idi qısası. Biz burada gemdə şey götürüm. Kargomu götürüm gəlirəm. Kamerama nəzarət eləməlidir maşını. Saat 2'nin yarısıdır, amma maraqlıdır ki, hələ də kargo necə deyim, şey açılmayıb. Ofis açılmayıb. Dedi ki 20 dəqiqə açılacaq, mənasız bir şeydir. Saat 2'ye işdi və qəribədir. Gözləyirəm heç. Kargomuzu, orada maşın çox qızırıyor, hava ilə istəyir. Maraqlıdır. Kargonu gətirdik və çox maraqlı bəylik paltarları qutu açılışı olacaq. Nə vaxt olacaq, elə çıxandan sonra. O elə eləyirik,
gedirik maşını aparıram salıram qaraja. Mən çöldə maşın salmağı heç sevmirəm. Ona görə aparıram maşını tullayıram qaraja. O yollarda probkadır, maşın sürəsi deyil. Ondan sonra nə edəcəm? Heç avtobusla, taksi ilə falan gedəcəm möhtəşəm evimizə. Orada başlayacaq eləməyə. Kargomuzu atmağa. 2 hours later. Nəhayət ki, evimizə çatdıq. Paketimiz də təbii ki, özümüzlə gətirdik. Danışmaq da soğuşmuş iddiamızı. Bir dənə də qəşəng qayçımız var. Bu toyuqlar kəsməyə yaxşı qayçıdır. Əslində mətbəx qayçıdır, amma çox qəşəngdir, itidir. Əlimizdə olan qalan qayçı da bir an budur. Buna istifadə edirik. Birinci paketimizi əlimizə aldıq. Dönmə paketdir. Hamısı paltarı olacaq bu arada, amma maraqlı paltarlar olacaq deyilsin. Çünki maraqlı şeylər sifariş vermişdim. Bu mənim short kimdir, gördüyünüz kimi. Piva bakalları, bir də hamburgerlər var. Evdə giyməyə almışam bunu. Çox şirin bəlli paltardır. Burada isə nə var? Mən görmürəm hal-hazırda. Yazıq bura. Work of Sleep. Bu hamının ən sevdiyi. Yəni çox gözəl xəyaldır. Bu mənim ikinci paltarımda aldığım. Bunu da çox sevmişdim. Bunu hep iğne dönürəm. Bu da short, t-shirtlə şeydir. Bunun qabağı belə. Səhra panterdir. Bunu harası giyinə bilərəm. Hava da su tərsidə hamısını şey almışam, short qalandan almışam. Uzun şalvar almışam, üstədə bayra giyinib. Bu onun təbii ki şeydir, short gedir standart olaraq. Bu da çox qəşəngdir, sevdim. Bunları sevirəm. Əsl kişi paltarlardır. Mənim üçüncü paketimdir. Paket sayı çox azdır. İncəlmə çox qısa oldu, böyle çox sürətli deyil. Şimdi paltardır da, yəni bunu giyinib göstərməliyəm. Yaxşı, bunu giyinib göstərəm. Çünki belə çox qısa olur. Böyle olmasın ki. Bu mənim üçüncü paltarımdır. Üçüncü paltarım. Özür ki, mən niyə bu qədər bas paltar alınıb ki? Xar paketim. Ayıb olsun. Bu artıq uzundur. Bunun sonra bayra giyinə bilərəm. Mən üçüncü paketimi hamısı şeydir, ördəklərdir belə. Bu da ki onun tişörtüdür, bunu giyinəcəm. Bunu da giyinib sizə də göstərim. Səhpantiyyə də giyinmək istəyirdim, amma bunu da giyinəcəm. Material da ki, material oxşamır, amma başım da çıxmırdı. Elə də incəldim ki, başım çıxmayacaq. Bu şeydir, yatmaq üçün olan şeydə nə deyil, təbii ki yatmaq üçün də başqalara giyinəcəksən ki bunu. Bunu mən düşünürüm, tükəncədə gəlmək olar bunlar, bilmirəm. Amma maraqlıdır, gülməli, bir də hamısı belə ördəklərdir. Amma şey çox rahatdır, yəni nə edim. Materialdır ki, əlində çox rahatdır, yəni belə yəqin ki yatmaq üçün olan bir şeydir. Nəsə video bununla davam edəcəm. Axı dəfə dəyişmək təbii ki. Dördüncü və sonuncu paketimizə açırıq. Mənim çox az paltarım var, ağlayacam indi. Amma bu aralandakı ən belə şeyim budur da, yəni necə deyim. İnsan istatistikası şeyi göstərəcəm sizə, paltarı göstərəcəm. Şimdi deyirəm, o düz deyirəm. Bu da ki, bu çox cooldur, bombadır. Bu materialdır, qəşəngdir, yumuşaq və pamuk kimi bir şeydir. Bunu rahat məncə çölə falan rahat giyinmək olar. Hətta bu da onun şalvardır. Gəlin yuxarıdan giyinə bilərəm mən. Hoodisini giyinə bilərəm. Bunun üstündən olsun, pijama kimi bir şeydir. Bu çox qəşəngdir, çox bombadır. Nə istədir? Səni bunu giyinəcəm üstən. Çox bombadır, yumuşaqdır. Bu adam çox qəşəng isti saxlayır. Çox isti saxlayanmışdır bu. Belə bir şeydir. Əynimə böyle deyirlər ki. Tam əynimə olmuşaq mövzuda. Belə, başqa paketimiz yoxdur. Kasıb olduğum üçün təbii ki, 4 məndə artıq şeylər bilmirəm, amma ən sevdiyim aralarda budur. Çox qəşəngdir, pivə. Ən sevdiyim
Neyse bu kadar. Üçüncü vlog değil. Hadi bir üçüncü vlogdu da bu. Ne bileyim 3-4 saatlik vloguydu. 3-4 saat ərzində bunu elədim. Yəni əgər bəyənsəniz belə gizli videolar, daha yəni gizli videolar çəkə bilərəm. Gündəlik vlog kimi və yaxud da nəsə paket açılışı kimi və s. Belə bu qədər, başqa bilmirəm. Danışdığım bir şey yoxdur. Əgər bəyənsəniz, video izlənmə sayəsində falan sağlaş edəcəm. Onca hər il sağollaşın məncəsindən. Sağ olun, gələn videolarda görüşənə qədər.